Salam, vaxtınız xeyirli olsun. Masazırda mərkəzi yol kənarında 8 mərtəbəli binanın ikinci mərtəbəsində 65 kvadratdan ibarət mənzil satışdadır. Binanın artıq onu deyim ki, kupsası, yəni sənədləri verilibdir. Mənzillərə də artıq sənədlər verilir. Hal-hazırda evin dəhlizindəyik. Dəhlizin döşəməsi və hamam otağının dəhlizi istilik sistemidir. Bu evdə ancaq təmir işləri demək olar ki, başa çatıb və yalnız bir dənə otaqların qapıları qalıbdır ki, otaqların qapıları da qoyulacaqdır. Bura hamam otağı idi, yəni qapıdan girişi. Bura mətbəx studiya, yəni 3 otağa periodika düzəlmə kimi sayılır. Mətbəx studiya, geniş bir bax belə mətbəxi var və buradan da balkonu, kombi üçün aparatın yeri oradadır və qaz sayğacında yeri orada qoyulacaqdır. Burada bir yataq otağı yerləşir. Bura isə bir otaq, yəni qonaq otağı kimi, zal otağı kimi istifadə etmək olar. Qeyd etdiyim kimi 65 kvadratdan ibarətdir mənzil. Sənədlər tam qaydasındadır, artıq binaya kupça verilib və evin son, yəni qiyməti 97.500 manatdır. 97.500 manata, yəni kvadrat metri 1500 manatdan satışdadır.